Xoş gördük Təhsil TV izləyiciləri. Bugünkü verilişimizin mövzusu ali və orta ixtisas təhsil pilləsi üzrə tətbiq olunan elektron xidmətlər, vətəndaşlara verdiyi üstünlüklər, həmçinin mövcud vəziyyətlə bağlı olacaqdır. Verilişimizin mövzusunu müzakirə etmək üçün studiyamızın qonağını sizə təqdim etmək istəyirəm. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Sənədlərlə İş Şöbəsinin müdiri Cavad Mustafazadə. Cavad müəllim, salam, xoş gördük. Salam, təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun Cavad müəllim. Cavad müəllim, elektron xidmətlərdən danışırıq. Artıq bir neçə mövzudur ki, verilişdir ki, biz bu mövzunu müzakirə edirik. Və bugün sırf ali və orta ixtisas təhsil pilləsi üzrə tətbiq olunan xidmətlərlə bağlı istəyərdim müzakirə edək, müzakirə aparaq. Qeyd etmək istəyirəm ki, elektron müraciət vətəndaşların və ya abituriyentlərin onlayn platformalar üzərindən etdikləri müraciət üsuludur. Və bu sistem xüsusilə vətəndaşların işini asanlaşdırmaq, vaxt itkisinin qarşısını almaq, həmçinin şəffaflığı təmin etmək üçün bir vasitədir. Sualım bundan ibarətdir ki, elektron müraciət ənənəvi müraciətlərdən nə ilə fərqlənir və üstünlüyü nədən ibarətdir? Təşəkkür edirəm sualınız üçün. Bildirmək istəyirəm ki, bildiyiniz kimi təhsil mərkəzləşmiş informasiya sisteminin içərisində biz bir sıra elektron xidmətlər göstəririk. Bu elektron xidmətlər daha əvvəl ənənəvi üsulla vətəndaşlara göstərilən xidmətlərdir. Hansı ki, biz bunları elektronlaşdırmışıq və Elm və Təhsil Nazirliyinin mərkəzləşdirilmiş platforması olan Portal Edu.az üzərindən biz ali və orta ixtisas təhsil pilləsi üzrə bir çox xidmətləri vətəndaşlara təqdim edirik. Eyni zamanda bu xidmətlərin idarə etməsini biz ali və orta ixtisas təhsil alt sistemi vasitəsilə idarə edirik. Hansı ki, bu hissədən təhsil müəssisələri istifadə edir və vətəndaşların, tələbələrin, abituriyentlərin və təhsilin müxtəlif səviyyə və pillə və səviyyələri üzrə müraciət edən vətəndaşların müraciətlərini cavablandırırlar, onlarla orada əks əlaqəyə keçə bilirlər. Ənənəvi üsulla müraciətdə belə idi ki, vətəndaşlar, misal üçün, Bakı Dövlət Universitetinə qəbul olurdu. Xüsusilə rayondan qəbul olan vətəndaşlar bütün sənədlərini yığırdılar, gəlirdilər təhsil müəssisəsinə və təhsil müəssisəsinə növbə gözləyirdilər. Kifayət qədər hər il çoxlu sayda tələbə qəbul edən müəssisələr var ki, o tələbələrin əksəriyyəti elə qeydiyyatın birinci, ikinci və ya üçüncü günü yaxınlaşırdılar ki, həmin günlərdə kifayət qədər təhsil müəssisəsində sıxlıq yaranırdı. Eyni zamanda bu həm təhsil müəssisəsinin fəaliyyətini də çətinləşdirirdi, həm də həmin dövrdə müraciət gələn vətəndaşlar xüsusilə qeydiyyat yay aylarında isti havalarda olduğu üçün çox çətin şərait yaradırdı. Həm təhsil müəssisəsinin işçiləri üçün, həm də ki, abituriyentlərimiz üçün və abituriyentlər də bildiyiniz kimi tək gəlmirdilər bir çox hallarda, valideynləri ilə gəlirdilər və bu da həmin ərazidə böyük bir insan kütləsinin formalaşmasına gətirib çıxardırdı. Bundan əlavə olaraq təhsil müəssisəsində sənədlərin fiziki qaydada təqdim olunması zərurəti var idi ki, bu da öz növbəsində əlavə kağız sərfiyyatı idi, indi hansı ki, bu demək olar ki, azalıb. Eyni zamanda təhsil haqqı ödənişi də qeydiyyat müddətində həyata keçirildiyindən tələbələr təhsil haqqı ödənişi üçün banklara getməli olurdular. Əlavə olaraq bankda da vaxt itirirdilər. Bəziləri bunu həmin gün edə bilirdilər, bəziləri sabaha və növbəti günlərə saxlayırdılar ki, qeydiyyat prosesinə bir və ya bir neçə gün sərf olunurdu. Amma hazırki dövrdə isə bunu 10 dəqiqəyə indi şəxsin elektron sistemdən istifadə qabiliyyətindən asılı olaraq və təqdim edəcəyi sənədlərin həcmindən asılı olaraq 1 dəqiqədən, hətta 1-2 dəqiqədən və daha çox müddətə şəxsin qabiliyyətindən asılı olaraq həyata keçirilə bilər. Belə başa düşdüm ki, bu proses həm vaxt itkisini daha qarşısını alması üçün sərfəlidir. Eyni zamanda da insanların, belə deyək də, iş yükünü yüngülləşdirmək, həmçinin prosesi bir qədər sadələşdirmək. Bir qədər yox, demək olar ki... Təhsil müəssisəsi ilə abituriyentlər arasında fiziki təmas da azalıb. Bu, həmçinin yay müddətində həmin hansı ki, insanlar bir-birinə kontaktda olurdular və yaxud da ki, ən azından fiziki təmasın azalması da qeydiyyat müddətində, o kütləvi bir şəraitdə müxtəlif virusların və s. yəni yayılmasının da qarşısını almasına böyük bir dəstəkdir.
Növbəti sualım belə bir formatda olacaq ki, biz məhz ali və orta ixtisas təhsil pilləsindən danışırıq. Bu sahədə hansı elektron xidmətlər mövcuddur? İstəyərdim bu barədə biraz məlumat verəsiniz. Tamam, təşəkkür edirəm. Ali və orta ixtisas təhsil pilləsi üzrə Elm və Təhsil Nazirliyi olaraq biz tələbələrin, abituriyentlərin bakalavriat təhsil səviyyəsinə qeydiyyatını elektron həyata keçiririk. Daha sonra bakalavrların magistratura təhsil səviyyəsində qeydiyyatı elektron həyata keçirilir. Magistrların doktorantura təhsil səviyyəsinin həm fəlsəfə doktorluğu dərəcəsi üzrə, həm də elmlər doktorluğu dərəcəsi üzrə qeydiyyat həyata keçirilir. Eyni zamanda fəlsəfə doktorunda dissertantura yolu ilə qəbul da tərəfimizdən elektronlaşdırılıb. Bundan əlavə olaraq biz demək əlavə təhsilin təkrar ali və orta ixtisas təhsil növü üzrə də elektronlaşdırmışıq xidmətlərimizi. Eyni zamanda orta ixtisas təhsil pilləsinə tam orta təhsil və ümumi orta təhsil bazasından qəbul da elektron həyata keçirilir. Və bu elektronlaşdırma çərçivəsində biz həmçinin tələbələrdən tələb olunan sənədləri də demək olar bir çoxunu elektron formada təmin edirik, hansı ki bunların yüklənməsinə ehtiyac qalmır. Əlavə olaraq biz əcnəbilərin, yəni xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsilə cəlb olunması məqsədi ilə Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 125 nömrəli qərarına uyğun olaraq onların da Azərbaycanda təhsilə müraciətini tam elektronlaşdırmışıq. Həm burada müxtəlif qəbul xəttləri üzrə, həm Dövlət İmtahan Mərkəzində imtahan verib qəbul olanlar, həm birbaşa müəssisə ilə müqavilə bağlayanlar, eyni zamanda təqaüd proqramları ilə Azərbaycan Respublikasının, Azərbaycan Dövlətinin təqdim etdiyi təqaüd proqramları ilə Azərbaycanda təhsil almağa gələn şəxslərin hamısının müraciəti birmənalı olaraq mərkəzləşdirilmiş qaydada portal İDOAZ üzərindən həyata keçirilir. Məhz sualım ondan ibarət olacaqdır ki, bu qeyd etdiyiniz pillələr, səviyyələr üzrə olan qeydiyyat məhz portal.edu.az üzərindən aparılır. Bütün müraciətləri vətəndaş qeydiyyatdan keçir, özünə şəxsi kabinet açır və müvafiq belə deyək də xətt üzrə müraciətini edir. Bəs bu müraciətlər zamanı vətəndaşlarmı deyək, tələbələrmi deyək, ən çox yol verdikləri səhvlər nələr olur? Yəni nəyi müşahidə etmisiniz? Biz tələbələrin səhv etmə ehtimalına qarşılıq olaraq bir çox yoxlamalar qoymuşuq ki, onların səhvləri minimuma endirilsin. Bu kontekstdə səhvlər əsasən bəzi hallarda biz sənəd yüklənilməsi ilə bağlı sənədin fiziki formasında tələb olunan hallar var. Bu hallarda tələbələr tərəfindən yüklənilən sənədlərin səhifələrinin tam şəklinin çəkilməməsi və skan edilməməsi ən çox rastlaşdığımız problemdir. Əcnəbilərin qeydiyyatı zamanı biz rastlaşırıq. Demək, portalda qeydiyyat zamanı onlar pasportla qeydiyyat edirlər. Pasport yoxlaması da yox olmadığına görə pasportun nömrəsində səhvlərə yol verirlər və yaxud da ki, adlarının, soyadlarının onlar bilavasitə özləri əllə daxil etdiklərinə görə ad soyadlarının daxil edilməsində, yerlərinin səhv daxil edilməsində yanlışlıqlar olur. Amma bununla bağlı bizim dəstək xidmətimiz var. Onlar bizə müraciət edirlər, biz bu səhvlərini aradan qaldırılmasına dəstək göstəririk. Bu əcnəbi dediyiniz, yəni əcnəbilərin də müraciəti də eyni zamanda portal EDU.az səhifəsindən aparılır. Bu müraciət üçün tələb olunan sənədlər ilə bağlıdır sualım. Onların təsdiqlənməsi prosesi necə həyata keçirilir? İstəyərdim bu barədə. Demək, sadaladığımız kimi müxtəlif pillə və səviyyələr üzrə biz xidmətləri elektronlaşdırmışıq və hər birinin özünün spesifik sənəd tələbləri var. Misal üçün, bakalavriat təhsil səviyyəsinə abituriyentlərin qeydiyyatı zamanı təhsil müəssisələri onlardan standart olaraq, yəni qanunvericiliyə uyğun olaraq şəxsiyyət vəsiqəsini daha əvvəl və qəbulunu təsdiq edən hər hansı bir sənəd tələb edirdilər. Bundan əlavə olaraq da demək, olanlardan hərbi qeydiyyat sənədi və s. tələb olunurdu. İndi biz prosesi tam elektronlaşdırdıqdan sonra demək olar ki, sistem üzərindən bu sənədlərin hamısını biz elektron formada təmin edirik. Şəxsiyyət vəsiqəsinin tələb olunmasına, fotoşəklinin tələb olunmasına artıq ehtiyac yoxdur. Çünki biz aidiyyatı qurumun sistemi ilə inteqrasiya etmişik. Şəxsi məlumatlar avtomatik əks olunur. Təhsil məlumatlarını
qəbulu həyata keçirən qurumdan, Dövlət İmtahan Mərkəzindən alırıq və sistemdə avtomatik şəxsin qabağına çıxır. O sadəcə olaraq hər iki həm şəxsin məlumatını, həm təhsil məlumatını görür və onu hər hansı yanlışlıq olarsa bizə bildirir, amma demək olar ki, burada yanlışlığın olması minimum səviyyədədir. Və beləliklə biz nə şəxsi məlumatla bağlı, nə təhsil məlumatı ilə bağlı hər hansı bir sənəd tələb etmirik. Digər hallarda sənədlər tələb oluna bilir. Bu hansı haldır? Demək, bəzi tələbələr məlum olduğu kimi təhsil haqqı güzəşti statusundan istifadə edirlər. Biz bu hissədə də prosesi təhsil müəssisəsi tərəfdə elektronlaşdırmışıq əslində. Sadəcə olaraq hər ehtimala qarşı abituriyentlərdən həm magistratura təhsil səviyyəsinə qəbul olan, həm bakalavriat, həm orta ixtisasa onlardan təhsil haqqı güzəştinə düşdüklərini hesab edirlərsə, müvafiq sənədlərini, şəklini və ya skan versiyasını portal Elvaza yükləmələrini xahiş edirik və bu sənədi biz onların yüklədiyi sənədi təhsil müəssisəsinə təqdim edirik. Bu həm təhsil haqqı güzəştindən istifadə etmək üçün, həm də dövlət sifarişi ilə qəbul olan tələbələrimiz bildiyiniz kimi minimum təyin olunmuş təqaüdün, düşə biləcəkləri, ala biləcəkləri təqaüdün minimum 2 misli miqdarında təqaüd ala bilirlər təhsil müəssisələrində, hansılar ki, bu valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Onların da statuslarını bildiririk ki, onlar da bu məlumatı bizə bildirsinlər əgər belə hal varsa. O məlumatı bizə bildirdikdən sonra sistem vasitəsilə sənədlərini təqdim etməklə bildirirlər. Amma paralel olaraq təbii ki, biz təqdim olunan məlumat şəxsin öz fərdi identifikasiya nömrəsi, yəni FİNə əsasında məlumatları aidiyyəti qurumların sistemlərindən sorğu edirik. Qısa müddətdə bu məlumatı təhsil müəssisəsinə təqdim edirik ki, təhsil müəssisəsi təqdim olunan sənədlərin həqiqiliyindən əmin olursa, ya tələbəni 2 misli miqdarında təqaüd təyin etməklə və yaxud da təhsil haqqı güzəştini qeydə almaqla qəbul eləyir və tələbə təhsilini davam elətdirir. Bundan əlavə olaraq biz bu proseslərin içərisində həm qeydiyyat təhsil haqqı ödənişləri də nəzərdə tutulduğundan tələbələrin təhsil haqqı ödənişlərini də onlayn qaydada edirik. Bizim burada Mərkəzi Bankla əməkdaşlığımız var. Hökumət ödəniş portalı üzərindən verdiyi hökumət ödəniş portalına aid interfeyslər üzərindən tələbə təhsil haqqlarını ödəyə bilirlər. Bunun üçün banka yaxınlaşmaq da olar, yaxınlaşmamaq da olar. Azərpoçtun filiallarından və yaxud da ki, terminallar vasitəsilə müxtəlif marketlərdə və ayrı-ayrı yerlərdə olan terminallar vasitəsilə ödənişin edilməsi mümkündür. Bundan əlavə olaraq müxtəlif banklar həm öz veb saytlarında, həm də ki, mobil tətbiqlərində bu təhsil ödənişlərinin həyata keçirilməsi üçün funksiya yaradıblar. Şəxs öz FİN-ini yazmaqla müvafiq borc məlumatı gəlir və öz təhsil haqqı məbləğini müəssisənin təqdim etdiyi miqdarda ödəyir və əlavə olaraq da ödəniş qəbzinin artıq müəssisəyə təqdim olmasına zərurət qalmır. Çünki qanunvericiliyə uyğun olaraq hökumət ödəniş portalının təqdim etdiyi qəbz elektron sənəd sayılır və həmin qəbzi biz elektron qaydada təhsil müəssisəsinə təqdim edirik. Yəni proses bu qədər asanlaşıb ki, artıq ödənişləri də müvafiq terminallar vasitəsilə, tətbiqlər vasitəsilə icra etmək mümkündür. Bəli, bu sənədlər də artıq təqdim olunması üçün vətəndaşların ucqar rayonlardan və yaxud da ki, ümumiyyətlə öz evindən çıxıb təhsil müəssisəsinə getməsinə ehtiyac yoxdur. O sadəcə olaraq mobil telefonundan və ya kompüterindən istifadə etməklə müraciətini tamamlaya bilər. Yəni bu çox rahat şəkildə qeyd etdiyimiz kimi yenə vaxt itkisində qarşısını alır, məsafədən də yəni asılı olmayaraq insanlar oturduqları məkandan rahatlıqla müraciətlərini tamamlaya bilirlər. Mənim məlumatım var ki, artıq bir neçə gündür ki, doktorantura pilləsi üzrə elektron müraciət, yəni daha doğrusu qeydiyyat prosesi aktivdir, başladılıb. İstəyərdim bu barədə bizə bir məlumat verəsiniz. Yəni proses necədir və nə vaxta qədər açıq olacaq? Bu əsnada bir məsələni xüsusilə vurğulayım. Bizdə qəbul və qeydiyyat anlayışları fərqli anlayışlardır. Dövlət İmtahan Mərkəzindən təhsil müəssisələrinə qəbul olan şəxslərin biz sadəcə olaraq təhsil müəssisələrinin qeydiyyatını həyata keçiririk və o qeydiyyat təsdiqləndikdən sonra Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul əmri verilir və proses yekunlaşır. Bilavasitə doktoranturada isə biz təhsil müəssisəsində qəbul prosesi
portal Eduaz üzərindən aparılır. Yəni sənədlərinin təhsil müəssisəsi tərəfindən qəbulunu portal Eduaz üzərindən həyata keçirilir. Bu zaman şəxs portal Eduazda ali və orta ixtisas təhsil müəssisələrinə təhsil alan qeydiyyatı xidmətindən istifadə etməlidir. Bunun üçün təbii ki, əvvəlcə portal Eduazda şəxsi kabinet yaratmaq lazımdır. Daha sonra isə dediyim xidmətdən istifadə etməklə şəxs xidmətə daxil olur və müraciət et düyməsini sıxdıqdan sonra açılan pəncərədə doktorantura səviyyəsini seçməklə gələn şəxsi məlumatlarını təsdiq eləyir. Eyni zamanda qeydiyyat ünvanı faktiki ünvandan fərqlidirsə, faktiki ünvan qeydiyyat ünvanından fərqlidirsə, faktiki ünvanını qeyd eləyir və daha sonra isə növbəti addımda biz təhsil məlumatları hissəsində ölkə üzrə mövcud qəbul planını şəxslərə təqdim edirik və bununla da bizim qeydiyyat xidməti vasitəsilə şəxslər ölkədə mövcud olan doktorantura üzrə cari dövrdə hansı ixtisaslara, hansı təhsil müəssisələrinə, elmi təşkilatlara qeydiyyat aparılacaq, bunun listini görə bilirlər, siyahısını görə bilirlər və o siyahıdan istədikləri təhsil müəssisəsini seçib sənədlərini skan versiyasını yükləyirlər. Bizim planımızda gələcəkdə bu sənədlərin artıq skan versiyasını növbəti ildən belə bir planımız var ki, sənədlərin skan versiyası deyil, mümkün sənədlərin hamısının elektron qaydada aidiyyəti qurumlardan təmin edilib. Buna misal olaraq göstərə bilərəm, şəxsin əmək kitabçasına dair skan tələb olunur hal-hazırda. Növbəti ildən bizim hədəfimizdə var ki, bu əmək kitabçası ilə bağlı məlumatları biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmas informasiya sistemindən inteqrasiya eləyək. Burada misal tərcümeyi hal var. Bu təbii ki, bu yazılıb skan versiyası yüklənməlidir. Çünki bu bilavasitə şəxsin özü tərəfindən yazılan məlumatdır. Təhsil sənədləri var. Təhsil sənədləri bizim elektron bazalarımızda var. Biz onları da inteqrasiya etmək niyyətindəyik və şəxslər artıq təhsil məlumatları müvafiq məlumat sistemindən gələcək. Hal-hazırda biz əlavə təhsildə bunu tətbiq etmişik. Şəxsin ümumiyyətlə hər hansı bir sənəd təqdim etməsinə ehtiyac yoxdur. Sadəcə olaraq oxumaq istədiyi təhsil müəssisəsini və ixtisasını seçməklə müraciətini tamamlayır. Yəni proses bu qədər sadədir. Yəni mən bildiyim qədərilə hazırda doktoranturaya müraciət edənlər qeyd etdiyiniz kimi sənədləri skan versiyada yükləyirlər. Bəli. Amma növbəti təkmilləşmələrdən görünür ki, elə olacaq ki, bu proses, yəni artıq inteqrativ şəkildə yəni mövcud dövlət informasiya sistemlərində olan məlumatlar əsasında biz inteqrasiya edəcəyik, amma bəzi sənədlər var ki, dediyim kimi misal üçün tərcümeyi haldır və yaxud da iş yerindən xasiyyətnamədir. Bəli. Bu kimi sənədlər fiziki formada yüklənmək məcburiyyətində qalınacaq. Bu arada bildirim ki, hal-hazırda doktoranturaya elektron sənəd qəbulu aktivdir və doktoranturada təhsil almaq istəyən Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər bu xidmətdən istifadə etməklə təhsil müəssisələrinə müraciət edib mərhələli şəkildə öz proseslərini, öz qeydiyyat proseslərini də portal Eduazdan izləyə bilərlər. Həmçinin qeyd edeyim ki, izləməni istəyirdim növbəti mərhələlərini qeyd edəsiniz. Həmçinin qeyd edeyim ki, yəni portal Eduazdan müraciət edilməsi şəxsə bilavasitə öz müraciətinin bütün axınını portal Eduazdakı şəxsi kabinetindən izləməyə imkan verir. Şəxs müraciətini eləyə bilir. Müraciətini elədikdən sonra ona açılan xüsusi səhifə olur. Həmin hər bir müraciət üçün xüsusi, hər bir xidmətin içərisində xüsusi səhifələr var. O səhifələr vasitəsilə müraciətin hal-hazırda hansı statusda olduğunu görə bilir. Biz həmçinin kritik statuslarda, misal üçün qəbul edilmədi, geri qaytarıldı kimi statuslarda şəxsin qeyd etdiyi, sistemdə qeydiyyatdan keçirdiyi mobil nömrəyə də SMS göndərilir ki, şəxsi kabinetində yenilik var, girib şəxsi kabinetində baxsın. Amma xüsusilə tövsiyə edirik ki, hər bir vətəndaş müraciət etdikdən sonra müəyyən bir müddətdən xüsusilə sənədlərinin təhsil müəssisəsindən yoxlanıldığını nəzərə alaraq, onun geri qaytarılması və düzəlişə zərurət ehtiyac ola biləcəyi halı nəzərə alaraq şəxsi kabinetlərini vaxtı-vaxtında yoxlamaları məqsədə uyğundur. Bu, yalnız doktorantura üzrə deyil, bizim mövcud bütün elektron xidmətlərimiz üzrə zəruridir. Və şəxs yekunda da təhsil müəssisəsinə qəbul olduğunu öz şəxs kabinetindən məlumat əldə edə bilər.
Təbii ki, bu doktoranturada imtahan prosesləri var. Xarici dil imtahanı var, Bəli. ondan sonra ixtisas və fəlsəfə imtahanı kimi imtahanlarımız var. Bu proseslərin də hamısına dəvət bizim tərəfimizdən, yəni sistem vasitəsilə təhsil müəssisələri sistem vasitəsilə bildirirlər, bildiriş göndərirlər və vaxtı elan eləyirlər. Şəxsin artıq bunun üçün təhsil müəssisəsinə yaxınlaşmasına, orada gedib mənim imtahanım, məsələn, fəlsəfi imtahanım nə vaxt olacaq, bunların hamısını oradan dəqiqləşdirməsinə zərurət qalmır. Və şəxslər kabinetləri vasitəsilə öz imtahan vaxtını, imtahan yerini də təhsil müəssisəsinin bildirdiyi məlumat çərçivəsində əldə edə bilirlər. Çox gözəl. Yəni bu fürsətlər düşünürəm ki, vətəndaşların iş yükünün də azalmasına, həmçinin bu prosesləri yolda vaxt itirməsinə, növbələrdə gözləməsinə ehtiyac qalmır. Belə bir sual istəyərdim, sonuncu sualımdır. Bu məqamda qeyd edim ki, proseslər avtomatlaşdırılıb. Artıq bilirik ki, vətəndaşlar müəyyən mərhələli şəkildə müraciətlərini elektron qaydada edə bilirlər. Müşahidələrinizi istəyərdim bilmək. Bu proseslər avtomatlaşdıqdan sonra bu qeydiyyat sayı ilə bağlı artımı, belə deyək də, inkişaf mərhələsi mi? Yəni bununla bağlı hansı fərqliliyi qeyd edə bilərsiniz? Sualınız aydındır. Bildirim ki, bakalavriat, magistratura və doktorantura təhsil pilləsi üzrə bütün qəbul prosesi qəbul planı əsasında həyata keçirilir. Yəni dövlət tərəfindən, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qəbul planı əsasında əlavə təhsilin təkrar ali təhsil və orta ixtisas təhsil növü üzrə və bir də əcnəbilərin qəbulu isə müəssisələrin özünün bilavasitə müstəqil qəbul özlərinin elmi şuralarının təsdiq etdikləri və ya pedaqoji şuraların təsdiq etdiyi orta ixtisas təhsil müəssisələrində təsdiq etdiyi qəbul planı əsasında həyata keçirilir. Bundan əlavə olaraq həm də orta ixtisas təhsil pilləsinə, tam orta təhsil və ümumi orta təhsil bazasına qəbulda Nazirlər Kabinetinin təsdiq etdiyi qəbul planı əsasında həyata keçirilir. Abituriyentlərin bakalavriat, magistratura və tam orta ixtisas təhsil pilləsinə qeydiyyatı qəbul planı sırf bilavasitə qəbul planı ilə həyata keçirildiyindən və bu proses üzrə hər il demək olar ki, təqdim olunan yerlər artan, əgər dövlət tərəfindən yerlərin sayı artırılırsa, o artan miqyasda demək olar ki, doldurulur. Bizim sadəcə müşahidəmiz əcnəbilərin və əlavə təhsil və doktorantura ilə bağlı müraciətlərin elektronlaşdırılmasına aid hissədədir. Biz ilk dəfə doktorantura qəbulunu elektronlaşdırandan sonra növbəti ildə doktoranturaya elektron sənəd verən insanların sayının artdığını müşahidə etdik və bu bizdə artıq xüsusi inam hissi yaratdı ki, qəbulun elektronlaşdırılması ilə, qəbul planlarının, bütün ölkə üzrə qəbul planlarının vətəndaşların açıq istifadəsinə təqdim olunması ilə bir daha çox insan bu proses barədə məlumatlandırıldı və daha çox insan hansı sənədlərin dəqiq tələb olunduğu siyahısı ilə məlumatlandırıldılar. Ola bilərdi ki, misal üçün, hansı təhsil müəssisələri və s. yanlış informasiya təqdim edə bilərdilər və yaxud da ki, süründürməçilik halına yol verə bilərdilər. Amma bizim bunu mərkəzləşdirməyimiz vətəndaşların işini xeyli rahatlaşdırdı və onlar bir çox hallarda bizə sorğu verirlər. Bizdən maraqlanırlar ki, hansı sənədlər tələb olunur. Biz də bildiririk ki, yalnız portal Eduazda qeyd olunan sənədlər təqdim oluna bilər, tələb oluna bilər. Onlardan kənar hər hansı bir sənədin təqdim olunmasına ehtiyac yoxdur. Bu sevindirici hal oldu ki, bizim üçün biz qəbul və qeydiyyatın tələbə sayında artım hiss elədik ildən ilə. Bundan əlavə olaraq əcnəbilərin qeydiyyatında da artım hiss olundu və hər il bu artım hiss olunmaqdadır. Çünki daha çox insan Stadion Azərbaycan termini ilə axtarış etdiyi zaman bizim portal Eduazla qarşılaşır və orada artıq o ölkə üzrə qəbul planının hansı müəssisələrdə, hansı ixtisaslar üzrə qəbulun aparıldığını, hansı təhsil alma formaları üzrə qəbulun apardığını açıq şəkildə gördüklərinə görə bu yeni müraciət imkanlarını artırır. Hətta universitetlərdən biri də bizə bildirmişdi ki, qeydiyyat portal Eduaz üzərindən aparıldıqdan sonra onların əcnəbi təhsil alanlardan əldə etdiyi gəlir belə artıb. Yəni bu həqiqətən bizi sevindirir və bizim növbəti işlər elektron xidmətlərimizin avtomatlaşdırılması istiqamətində də inam hissimizi artırır.
Çox sağ olun. Sizə işlərinizdə uğurlar arzu edirəm. Amma Təşəkkür düşünürəm ki, mövzumuz bu qədər yəni qısa zaman ərzində kifayət eləmir bütün mərhələli şəkildə izah etməyə, çatdırmağa, yəni vətəndaşları məlumatlandırmağa. Düşünürəm biz sizinlə yenə görüşəcəyik. Çünki həm əcnəbi qəbulu, həm dövlət proqramlarının tətbiqi elektron şəkildə aparılması qaydasından istəyərdim ki, ictimaiyyətə daha geniş çatdıraq. Bəli, eyni zamanda biz peşə təhsili ilə bağlı da mövzuya toxunacağıq. Təşəkkür eləyirəm vaxt ayırıb gəldiyiniz üçün. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Çox sağ olun. Əziz izləyicilər, biz bugün ali və orta təhsil pilləsi üzrə tətbiq olunan elektron xidmətlərdən danışdıq. Qonağımız Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Sənədlərlə İş Şöbəsinin müdürü Cavad Mustafazadə idi. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun.